9 mart 11-ci sinif buraxılış imtahanına düşmüş suala baxırıq. Bu bərabərsizliyin ən kiçik tam həllini tapın. Bərabərsizliyin tərəflərini bu şəkildə yazırıq. 2 üstü x vurulsun 2 üstü 3, çıxılsın 6 vurulsun 2 üstü x. Kiçikdir 3 üstü x vurulsun 3, çıxılsın 3 üstü x. Mötərizə xaricinə çıxardırıq. 2 üstü x vurulsun 8, çıxılsın 6 kiçikdir. 3 üstü x vurulsun 3 çıx 1. İkilər ixtisar gedir. 2 üstü x kiçikdir 3 üstü x. Bu dəfə də bərabərsizliyin hər iki tərəfini 3 üstü x-ə bölürük. Yəni 3-də 2 üzərində x kiçikdir 1. Əsasların da eyni olması üçün 1-i 3-də 2 üzərində 0 şəklində yazacağıq. Yəni 3-də 2 üzərində x kiçikdir 3-də 2 üzərində 0 şəklini alır bərabərsizlik. Əgər bərabərsizliklə də biz qüvvətlər üçün bərabərsizlik yazırıqsa, işarə dəyişir, yəni olur x böyükdür 0. Burada da bizdən ən kiçik tam həlli soruşur. Onda da olur x bərabərdir 1. Cavabımız olur 1.